Salam əziz şagirdlər, kanala və videoya hər biriniz xoş gəlmisiniz. Deməli, bugün biz 7-ci sinif kimya dərsliyindən səhifəmiz yoxdur. Keçək buradan səhifəyə baxaq. Səhifə 45-də olan tapşırıqların izahına baxacaq. 44 və 45-də olan. Deməli, öyrəndiklərinizi tətbiq edinə baxaq əvvəlcə. Bu səhifədən digər səhifədə idi, yəni ayrı idi də belə düşüb uşaqlar. Gəlin birinciyə baxaq. Neonun təbiətdə neon 20 və neon açdım. Azad kim yazmışdı bunu? 22 olmaqla 2 izotopu var. 2 tür izotopu var. Elementin kütləcə 90%-i bunadır. Bu 90%-ni təşkil edir. 10%-i isə bu təşkil edir. Neon 22 izotoplarının təşkil olunsa orta kütlədə nə hesablayın? Keçirik dərsimizə. Biraz inteqrasiya edərək hesablayaq. Deməli, bizim dərsimiz burada buyur. Baxın burada. Bizə verib. Eyni ilə baxın, buradakı kimi yerinə qoyacaq. Deməli, flor 15 izotopunda 10 proton var. Bax, belə göstərək də. Bu izotopdan ibarətdir. Xlorun 75%-i xlor 35 izotopundadır. 25%-i isə xlor 37-dədir. İzotopuna ibarət. Xlorin orta kütlədədir. Aşağıdakı kimi qeyd edilir. Deməli, biz nə edəcək burada? Baxırıq ki, 75%-ni vurub buradakı kütlədədir. Üstünə gəlib, bunun 25%-ni vurub, bax, buradakı 37, sonra bölüb 100-ə. Təqribi qiymətini tapıb. İndi biz də eyni üzrə hesablayacaq. Deməli, bunu vurub buna, baxın, orta kütlədə nə hərfi ilə işarə olunur, ona da baxaq. A orta olaraq yazırsınız. Gəlin yazaq A orta. A orta. A orta bərabərdir. 90 vurulsun 20. Üstə gəlinsin. 10 vurulsun 22. Bölünsün 100. Bunu tapaq. 1800 üstə gəlinsin. 220 bölünsün 100'ə. Bax, burada sır apara bilmərik. Çünki niyə toplama şahisi var ortada? Bərabərdir. Olacaq deməli. Həmin toplar. 0, 2, 0, 2. Bölünsün 100'ə. Bu da bərabərdir. 20 tam. Onda 2. Bax, 2 dənə 0 var. Bu bunu götürür, bu da bunu götürür. Vergül düşür buradan. Yaxud da 1, 2, vergül buradan atır. Bax, belə hesabladıq. Tapdıq ki, təqribən, bax, hətta təqribən yox, elə dəqiq olaraq 20,2-dir. Siz baxın, bunu yazarsınız birinci suala. Orta kütlələrini də hesablamış olurduq. İndi keçək digərinə. Siz videonu durdurub bunu köçürdün, ona kimi biz dedik. Sizə belə bir şey deyim ki, mən xahiş edim ki, mən yazdıqdan sonra çalışın ki, siz bunu köçürdəsiniz də. Çünki ola bilər hansısa səhvə yol verə bilərəm, axırda düzəldirəm onları. Ona görə də yazım, dəqiqləşdirim, ondan sonra ən axırda siz köçürdüm. Dəftəriniz qaralansın istəməli. İkiyə baxırıq indi. Atom maddələrini istifadə edərək verilənləri cavablandırın. Birinci, ikinci atom maddələri. A variantına baxın. Bir-birlə izotopdur. İzotop nə edir? Protonların sayı eyni, neytronlarının və kütlə ədədlərinin sayı fərqli olmalıdır. Protonun sayı eynidir. Deməli, izotopdurmu? Bəli. Səbəbini də izah etdik ki, protonlarının hətta yazaq ki, çünki
Aha, keçək bir variant. Hər iki atomun kütlə ədədini tapın. Deməli, buna qoyaq x, bu olsun y. X-in protonu 8-dir, neytronu da 8-dir. 8-dən 8 toplayım, eləyir 16. Digər dərslərə baxsanız, kütlə ədədinin necə tapıldığını biləsiniz. Kütlə ədədi 16 oldu. Yazırıq. X-da kütlə ədədi A bərabərdir 16. Y-də 8 dənə proton, 10-dur. Eləyəcək bu səfər 18. Yəni, burada da A bərabərdir. A, Y-də yaza bilərsiniz, A, X-də yaza bilərsiniz. Amma biz elə yazmırıq. Müəlliminiz artıq biləcək ki, siz YouTube-dan köçürmüsünüz. Konkret, hətta X, Y-də yazmaya bilərsiniz. Yazın ki, 1, baxın, belə də yaza bilərsiniz. Hətta sizə fərqli yolla göstərim. Hər şagirdin yaza biləcəyi bir şeydir. Belə oxuyun, yazın ki, 8 üstə gəlinsiniz 8 bərabərdir 16. İkincisi də belə yazın ki, oxuyun, yazın ki, 8 üstə gəlinsin 8 üstə gəlinsin 10 bərabər 18. Bir detaylılar şimdi konuşacağız benim. Tamam. Bakın bu şekilde gerilebilirsiniz. Geçirteyim inşallah. Deməli, burada siz gedəcəksiniz yalnız bax bunu. Deməli, B variantı da belə bitdi. Geçək C variantına. Deməli, nə üçün hər iki atom elektron neytraldır deyir bizə. Elektron neytraldır. Çünkü bak buradakiler bildik ki elektronlardır da. Elektronlar sayı 1, 2, 3, 4, 1, 2, 3, 4, 8 tanedir. Burada da elektron sayı 8'dir. Proton sayı da onsuz da bize burada verib ki 8'dir. Burada da elektron sayı 1, 2, 3, 4, 1, 2, 3, 4, 8'dir. Proton sayı da bərabərdir 8. Yəni, hər birində 8 olduğu üçün şu an bilgim şöylesin burada. Yazsam sürekli siz taşıyacaksınız bunu. Hani yazmışıq, hər y yazmaq istəmişik. Deməli, birincini yazırsınız ki, bax benim ekran yenə. İkincidə yazırsınız ki, proton bərabərdir 8, elektron bərabərdir 8. Yəni bu səbəblərə görə. İkincidə isə proton bərabərdir yenə 8, elektron bərabərdir 8. Və hətta yazırsınız ki, baxın belə qeyd edək ki, çünki proton hər iki atomda proton və elektronların sayı bərabərdir. Bax bunu qeyd edəsiniz. İndi yerimiz yoxdur. Əgər biz buradan indi aşağı çəksək, bura hissə görünməyəcək. Ona görə həm də yerimiz də yoxdur axı.
Gəlin yerimizi uzatdıq. Yəni mən yazmıram artıq. Həm vaxt itkisidir. Sizə dedim. Bir də qeyd edirəm ki, çünki hər iki atomda da elektronların və protonların sayı bərabərdir. Keçdik D variantına. B də getdi, C də getdi, keçdik D variantına. D variantında deyir ki, birinci atom 2 elektron qəbul etdikdən sonra əmələ gələn ionun, demək, birinci atom X deyildi. Hətta belə yazaq da. Yenə eyni cürə yazırıq. Birinci atom. Birincidə 2 elektron qəbul etdi. 8 deyildi protonu. 2 elektron qəbul etdisə, mənfi 2 kimi yazılır. Deyir ki, ionun yükünü. İonun yükü nə idi uşaqlar? İonun yükü bərabərdir nədən? Elektrondan çıxırdıq protonu. Burada da siz alacaq elektronumuz 10. Protonumuz da bərabər nəyə? 8-ə. Eyni ilə 10-dan çıxacaq 8-i, tapacağıq 2. Cavab olacaq 2. İonun yükünü də bax belə tapırdıq. Cavab belə olacaqdır. Bərabər işarəsidir. İndi keçək D variantına. Bitdi, keçdik E variantına. E variantında isə ikinci atom 2 elektron verir. Bu səfər 2 elektron verir. İkinci atom 8-dir. İkinci atomda da 2 elektron verirsə, müsbət 2 şəklini yazacağam. Əmələ gələn ionun modelini dəftərinizdə çəkin. İon modeli, dəstəyə baxaq, burada ionun modeli verilibmi? Hə, ionun modelini, yəni neytral atomda kation nədir, bunu qeyd edəcək də. Bunu heç qeyd etmə ehtiyacı varmı, yoxmu, bilmirəm. Müəllimimiz deyilsə mütləq ki, biz bunu çəkməliyik də. Boş, gəlin belə qeyd edək də. Əgər 2 dənə elektron veribsə, artıq bu olacaq kation. Bunu çəkmə ehtiyacı yoxdur, ümumiyyətlə. Yazırsınız ki, kation. Belə yazacaqsınız. Biz burada 2-ni qeyd etmişik də. Deməli, 8-dir. Kütlə də desə oldu 18. Kütlə də 18-dir və kationdur. Deməli, belə bir şey çəkəcəksiniz. Bax, kopya buradakı kimi eləyəcəksiniz də. Yəni, sadəcə rəqəmlər dəyişəcək. Bax, kationdursa, bax, belə çəkəcəksiniz. Yəni, eynisini gəlməndə burada çəkək. Bir dənə sövqü götürək, belə çəkək bir sövqümüzü belə. Belə bir şey çəkək. Bunun daxilində sonra sarı-sarı yumrular qoyuq. Ay, yox, mavi olmalıdır. Biz bunu mavi çəkməmişdik. Hə, qutardı. Bunun işimiz bitdi. İndi keçək sarıyla. Sarıyla belə bir şey çəkək sarıyla. Bunu da hamısının üçün edək. Sağ ol. Sonra içinə də kiçik yumrular qoyaq. Yumruları da burada biraz belə yüksəldik. Tam da bu belə. 2, 4, 5, 6, 7, 8. 8 dənə də müsbət işarəli qoyduq. Müsbət işarəli qabağa verək. Müsbət işarəsində bax belə hazırlansın. Müsbət. Bax, bunları da qeyd edin. Müsbət. Sarılar isə uşaqlar neytronlardır. Neytronları da artıq qeyd etmirəm. Burada 8 dənə belə 1, 2, çox böyük oldu. 1, 2, 3, 4, 5. Elektron nə qədər idi bunun? 8 dənə oldu.
5, 6, 7, 8. Baxın 6, 8. Deməli, iyonun modelini dəfəlik. Hə, belə katyondur. Yəni iyonun katyon versiyası da iyon var idi ki, iyon var idi ki, iyon bölünürdü kere katyon. Belə. Müsbət idisə şu olar. Hə, katyon idisə, deməli o elektron verirdi. Elektron verirsə müsbət yüklənir. Yəni elektron mənfi yüklü daxil. Nə qədər mənfi az olsa, o qədər də müsbətləşmiş olacaq. Anion isə elektron alan idi. E variantını belə etdik. İndi buradan pozanı təmizləmə kimi bir sınıfsın. Seçməklə görə bilərdik. Nəysə. Sonra bölüşmədiyiniz bir şey olsa, mütləq mənə şərhlərdə qeyd edin, yazın. Yəni, hər gün mən şərhlərə baxıram. Hətta gündə bir dəfələrlə baxdığım belə olub da. Ona görə qeyd edin şərhlərdə. Mən mütləq baxıram. Bir dəqiqə. Yəni, xahiş edirəm, mən burada sizlər üçün əziyyət çəkirəm. Sizlər üçün həllərin yazıram, izahlarını verirəm. Təkcə hazır həllərin yazmıram. İzahlarını da verirəm sizlərə. Ona görə qarşılığında kiçik bir like, enerji sərf edirsinizmi? Çox az bir enerji sərf edirsiniz, yəni. Kiçik bir like atın, abunə olun, şərh yazın ki, çox uşağın qabağına düşsün, çox uşaq da sizin kimi bundan istifadə etmiş olsun. Yəni, paxıllıq etməyirik. Hal-hazırda mənim nə qədər işim var, sizlərə buradan dərs izah edirəm. Yəni, bu yaxşılığını göz ardına almayaq. Deməli, cədvəl tamamlayın və qrafiki əsasını tamamlayın. Cədvəl dəftərci köçürün və qrafik əsasını tamamlayın. Mən elə bunun üstündə işləyəcəm. Biraz da hətta böyüdük bu hissəni. Deməli, bu da yük verib. İyonun yüküdür, yoxsa nə bilim, nüvənin yüküdür. Nədir onu verməyib. Amma mən dərsinizi göz gəzdirmişəm. Dərsinizə baxmışam. Burada bu iyonun yükü olacaq. Mütləq iyonun yükü istəyəcək bizdən. Nəysə. Deməli, x-imizə gəlmək. X-imizdən başlayaq. X-imiz çünki burada birincidir. X-imiz. Deməli, katyon da aniondur, yoxsa nədir? İndi ona baxacağıq. Burada böyük görünür burada. Aha. Bu detay. Hə. Aynen yerdən. Çok pis yazır bu. Tek görüşenler üzerine sayın. O zaman yine bir şey tamamlamayız biz burada. Hamısı eynidir. Yazsız qalmaz. Nəysə, deməli x-a yazırıq ki, protonu A plus 2'dir. A plus 2'dir. Elektronu da gəlir bura, bax burada. Elektron da burada. A plus 1'dir. A plus 1'də B göstərək də. A plus 2 böyükdür A plus 1'dən. Proton böyükdür elektrondan. Bu zaman nə olacaq? Yəni elektron azdır, proton daha çoxdursa katyon olacaqdır. Bax, buraya gedəcək katyon. Yazırıq bura katyon.
Radyal. Yükünü də belə hesablayaraq ki, biz ionun yükündə dedik ki, elektrondan çıxmalıyıq protona. Elektrondan çıxmalıyıq protona. Amma indi də belə düşünürəm ki, uşaqlar, A plus 1-dən A plus 2-ni çıxsaq mənfi qiymət alarıq. Ona görə də, yəni həqiqətən kitabda çox böyük bir, kobud bir səhvə yol verilib ki, ionun yükdür, yoxsa nüvənin yükdür, onu bilmirəm. Nüvənin yükünü soruşsaydı, mən bura yazacaqdım A plus 2, yəni proton. Nüvənin yükü bərabərdir protona. Amma ionun yükünü soruşsa, elektrondan çıxmalıyam mən bunu. Bundan da bunu çıxsam, alacam mənfi 1. Yəni bunu necə deyim, mən heç cür anlayamadım. Bula A-lar gedəcək. A-dan A çıxıram, 0 qalır da. 2'ler qalır. 2'dən 1 qalacaqdı. 1-dən də 2 çıxsaydı neçə edəcəkdi uşaqlar? Mənfi 1. Hər ehtimala qarşı siz yazarsınız mənfi 1-dir üçün. Yaxşımı? Siz yazın mənfi 1. Çünki dərsinizdə ancaq ionun yükünü soruşa bilər. İlerledikcə axırda bir qərar verəcək. Hələ yazmayın ona görə. Hələ izaha qulaq asın. Bu istilər də çox iyi. Bu istilər də pozulur. Sonra y-ə keçirik. Y isə belədir. Y-də A1-dir. Protonda A-da yenə böyükdür. Ona görə də olacaq yenə kation. Ya, mən bunu seçməmişim. Kation. Kation. Yenə kationdur uşaqlar və A-dan da yenə çıxsam A plus 1-i alınacaq. Yenə mənfi 1. Mənfi 1. Hamısını belə ilerleyəcək, istəyirsinizlər nüvə yükü götürəcək. Ama yenə dediyimi nəzərə alın, siz müəlliminizi sualda verərsiniz. Mən dəqiq müəllim. Z-ə baxırıq. Belə. Z-də protonla bu şey bərabərdirsə neytral atom olacaq. Baxın, Z-in elektronu ilə protonu eynidir. Bax, belə diqqət etin. Ona görə bu olacaq neytral atom. T'yə baxırıq. T'də də belədir. Proton A-dır. Aha. Deməli, burada baxın. A plus 2 böyükdür nədən? Hətta belə yazsam. Böyükdür nədən? Protondan. Yəni, proton kiçikdir elektronuna. Belə olursa, artıq burada anion olacaq. Yəni, mənfi yüklənəcək. Elektron çoxdursa, deməli, mənfi yüklənir. Belə, burada neytral atomsa 0 olacaq bunun yükü. Çünki indi, yəni A plus 1-dən çıxacam, A plus 1. Sanki 1-dən 1-i çıxacam da. Ən axırıncıda isə T'də isə A plus 2-dən çıxacam A-nı, alınacaq 2. Mənfi 0 ola bilməz ha. Burada yazıram 2. Bu qədər uşaqlar. Bunu belə yazdırıq. Digər səhifəyə keçək. Artıq burada da izotopları müəyyən edin, fikrinizi əsaslandırın. X 18 isə neytronun sayını çıxıram 3 ədədindən qalan yerdə 8. Daha sonra isə yerdə qalır 8. İzotopları müəyyən edin. İzotop hansı olacaq? Buna baxacağıq da. Y. Y-də 3 ədəd 19, bu da 10'dur. Bu olacaq 9. Z-də 3 ədəd 16'dır. Bu da 7'dirsə, bu da olacaq 9. 16'dan 7 çıxandır. Yəni T'də də 16'dır bu. Bu da 8. Burada da olacaq 8. Bununla bu ayrı bir izotopdur. Bununla da bu ayrı bir izotopdur. İzotopları müəyyən etdik, fikrimizi əsaslandırdıq ki, burada neytronların sayı fərqli, protonların sayı eyni olmalıdır. Bunun neytronun sayı 10'dur, bunun neytronun sayı 8'dir.
Yeni fərqlidir neytronların sayı. Protonların sayı isə eynidir. Bu tamamilə doğrudur. Burada da eynidirlər. Protonların sayı 9-dur. Neytronların sayı birində 10, birində isə 7-dir. Və tamamilə deməli, birinci ilə dördüncü, yəni X-lə P atomla izotopdur, Y-lə Z atomla izotopdur. Dedik ki, biz xlorun üstündə əgər mənfi varsa, bunu mənfi 1 kimi götürürük. Mənfi 1-dirsə, deməli elektron sayı 18, mənfi 18. Müsbət 2 birsə, yaxud 2 müsbət fərqli tutulur. Müsbət 2 kimi yazıla bilərdi bu ifadələr. Zaman isə olacaqdı yenə 18, mənfi 18. Burada da müsbət 3-dürsə 3 çıxmış olacaq. Yəni, əgər müsbət isə çıxırıq, mənfi isə üstünə gəlirik. Yəni, 3 dənə elektron verib deməkdir. 3 dənə elektron veribsə 10 qalacaq. Burada da 2 dənə elektron veribsə 18 qalacaq. Burada da 1 dənə elektron alıbsa 18 olacaq. Baxın belə. Bu qədər uşaqlar, sağ olun, salamat qalın. Artıq növbəti videomuz ümumiləşdiricilərin izahı olacaq. Yəni, sizi summativə göndəririk, belə çıxır ki, sağ olun, salamat qalın. Summativlərdə, ümumiyyətlə dərsliyində, digər summativlərə də daxil olmaqla uğurlar hazırlayıram. İnşallah hamısından 100 alarsınız və gözəl bir qiymətlərlə səhvlərdə qeyd edərsiniz ki, 100 aldım, 100 bal yazarsınız. İnşallah. Bu videonu izləyənlərin hamısı inşallah 100 alar. Sağ olun, salamat qalın. Gələn videoda görüşmək ümidiyle.